Bəli, həkimlik mənim həyatımda bir tərzdir, həkimlik mənim həyatımın bir parçasıdır və mənim insan olaraq faydalı olmam üçün bir vasitədir, bir imkandır. Çünki məncə insanlıq varlığımızın səbəbi hər hansı bir sahədə, hər hansı bir işdə faydalı olmaq, faydalı olduğunu göstərə bilməkdir. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Ümumiyyətlə, hər hansı bir əməliyyatın saatı, gedişatı, ağırlığı bir cərrah olaraq biz bilməliyik. Amma bütün bu ağırlığın, o yorğunluğun, o uzun müddətin ərzində bir doğru olan bir şey vardır ki, sonuçta nəticə, xəstədən aldığımız cərrahi nəticə və ya funksional nəticə bizi qane edirsə, o anda aldığımız ruh, o anda aldığımız keyf, o anda aldığımız zevq məncə bütün yorğunluqları alır və bütün üzərindəki yükü qaldırır. Çünki məsləki olaraq da bizim hədəfimiz buna odaqlanmaqdır. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Mənə görə həyatda hər bir insanın gəlişi, zamanlaması və həyat tərzi biraz seçilmişlikdir. Yəni, hər bir insana bir məkan, zaman məfhumu verilmişdirsə, mən həkimliyim mənim həyatımda verilən bir məkan zamanın verdiyi bir fürsət və ya bir faydalı olmaq gərəkdiyi kimi düşünürəm. Məhz bunu özümə paralel bir həyat tərzi kimi seçdiyimə görə, bəli, həkimlik mənim həyatımda bir tərzdir, həkimlik mənim həyatımın bir parçasıdır və mənim insan olaraq faydalı olmam üçün bir vasitədir, bir imkandır. Çünki məncə insanlıq varlığımızın səbəbi hər hansı bir sahədə, hər hansı bir işdə faydalı olmaq, faydalı olduğunu göstərə bilməkdir. Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Bütün sahələrdə olduğu kimi bizim cərrahi sahədə də müxtəlif xəstə potensialı vardır ki, və bu xəstələr içində də təbii ki, yaşlılar, cavanlar, ağır xəstələr vardır ki, təbii ki, bizlər çox zaman ağır vəziyyətdə xəstələrə əməliyyat etsək də, bu ağır vəziyyətdə əməliyyatdan çıxsalar da, xəstədə olan bir sonraki gedişat və ola biləcək risklər, ola biləcək ağırlaşmalar bizi bəzən yuxusuz buraxa bilir. Bu da təbiidir və bəzən daha sonraki vəziyyətdə xəstə ilə əlaqədar verilən məlumat, yəni ekstra bir məlumatın olması təbii ki, bizi bəzən yuxusuz buraxır. Bəzən o yuxusuzluğu birbaşa gedib xəstəni başında görmək, xəstə ilə yanaşı onu hiss etmək bəlkə də daha doğru yol olduğunu düşünürəm, nəinki yuxusuz yataqda uzanmaqdan.